Deyilənə görə belə bir deyim var. Bax bu gördüyünüz xətlər ki var, qoşa xətlər, bax belə. Bunlar olanda deməli qəzası olmamış bir avtomobil kimi. Çünki el arasında deyilir, tam sağlam vəziyyətdədir. Siz də baxın, yəni çünki bilginiz olsun. Sabah biri gün Santa Fe alarkən çətinliyiniz olmasın dostlar. Bəs yaxşı, Hyundai Santa Fe nə üçün bu qədər sevilir, alınır? Bugün incəliyək görək. Bu Santa Fe nə üçün belə bu qədər sevilir? O sürüş həzzini yaşamaq istəyənlər yəqin ki benzin motorla maşın sürmək istəyər. Mən belə fikirləşirəm. Göstərirəm. Dönmə bucağına baxın. Yəni öz segmentində demək olar ki dolu avtomobildir. Təkərə də baxsın izləyicilərimiz. Yəni dönmə bucağı çox superdir. Maşına oturursan sanki avtomobil adamı qoruyur. Bax o yəni cəhətdən çox superdir, idealdır. Yəni Santa Fe sürməyənə qədər yəqin ki siz alıcılarımızdan bu avtomobil haqqında mənfi bəlkə də düşüncələriniz olacaq. Amma şəxsən mən bugün bu maşını sürdüm, test elədim.